Sosial yardım alan ailələrin evinə qonaq gəlməsi məsələsinə bağlı çox yazılır. Əslində bu nədir? Yəni qonağın evdə olması sosial yardımın təyinatına mı deyim və yaxud da sosial yardım alan şəxsin evinə qonaq gələ bilməz. Bu belə bir yanaşma, belə bir fikir formalaşmağa başladı. Sonra bu nə ilə bağlıdır və bunun əslində nədir? Sizdən eşidək. Biz də bir çox hallarda rastlaşırıq vətəndaş qəbullarında da və ya yazılan məktublarda da. Ancaq burada bir şey bildirmək istəyirəm ki, əgər evdə olan müayinə zamanı və ya təyinatdan sonraki monitorinqlər zamanı evdə olan ailə tərkibində qeyd edilməyən şəxs ailədən bircə yaşamırsa, qonaq qismində gəlibsə, bir günlük, 2 günlük və ya bir neçə saatlıq, bu zaman onunla bağlı, həmin tüm ünvanlı yardımla bağlı heç bir negativ qərar qəbul edilmir. Və bu hal növbəti dəfə yenidən təkrar yoxlanılır. Və həmin şəxs, eyni ünvanda bir neçə dəfə təkrar olması halı aşkarlanarsa, bu artıq həmin şəxsin orada yaşaması üçün böyük bir əsas verir və bu zaman imtina və ya dayandırılma haqqında qərar qəbul olunur.